Şəhidlər günü 20 yanvar günüdür. Biz şəhidlərimizi anırıq bugün Azərbaycan xalqı olaraq. Bəndəliyin zirvəsi şəhadətdir. Biləsiniz, Allah şəhidləri necə əzizləyir. Onda şəhid ailələri, qəmləri azalar, ürəklərinə sevinc gələr. Şəhid anaları bizə baxır, ataları bizə baxır, bilirəm. Şəhidin ruhu bədənindən çıxanda təəccüb elirdi, bu nə əzizlənməkdir. Görür ki, yer göy mənim başıma dolanır, mən neynədim ki, bu can ki onsuz da torpaq altına gedəcəkdi, 10 il tez getdi, bir güllə ilə getdi, daha rahat salıb çıxdı. Amma bu qədər neymət, o əzizlənmək var, qarşılanma mərasimi, o bir dəfə olur da şəhid hamı üçün. Cənnətdə həmişə qalacaq, şəhidin neyməti çoxdur, amma o qarşılanma mərasimini, o əzizlənmək, təzdən yaşamaq üçün bir də istəyirəm, canım çıxanda ki, görüm, mələklər çıxdı, biz bilmirik də nədir o. Onu görənlər bilir, Allah onlara nəsib edib, Allah arzusunda olanlara nəsib eləsin. İnşallah 20 yanvar şəhidlərini, ümumən şəhidlərimizin ruhun ehtiramla yad edirik. Allah onların ruhun bizə şəfaətçi və duaçı qərar versin.